Pərvanə Əzizova. Lənkəranın adı tənəsi var, yaxud çərşənbədə su üstə gəlirlər. Siz də bu günlər gəlmişsiniz. Bugün nədir adı tənəsi? İstər o barədə danışasınız. Bəli, İlahır Sərkəmbənin səhərisi su üstünə gəlirlər ki, su aydınlıqdır, başlıq rəmzidir. Su üstünə gəlirlər, axar sudan götürürlər, bardaqlarla götürürlər və aparırlar evdə həyat bacaya, evi eşiyə, gülün çiçəyin üzərinə, uşaqların üzərinə səpirlər ki, aydınlıq olsun, ruzlu bərəkətli olsun, bolluq olsun. Biz uşaq olanda valideynlərimiz səhər-səhəri quyudan su çəkib, gətirib yatdığımız yerdə üzümüzə çiliyib bizi oyadardılar. Artıq biz böyümüşük, özümüz gəlirik, su üstündən özümüz suları götürürük. Bayramınız mübarək olsun, iliz uğurlu olsun, düşərli olsun, xeyirli olsun. Abbas və Zeynəb Abbas qızı. Zeynəb xala, bu Lənkəranlılar çərşənbənin səhərisi su üstünə gəlirlər. Bunun mənası nədir? Bax, siz də... Bunun mənası odur ki, can salamatlığıdır. Suyun üstündən keçirik. Görürsən körpünü, suyun üstündən keçirik. Gəlirik çaya, canımız dərdi balanı suya veririk. Canımıza dərdi bala olmasın. Lüləngi də doldururuq, aparırıq, için suyla ev işimizə səpirik. Ruzi bərəkət olsun, canımız salamat olsun, dərdi bala Allah bizə görsətməsin. Biz öz böyüklərimizdən görürük, böyüklərimiz də öz böyüklərindən görürlər. Biz öz böyüklərimizdən görmüşük ki, onlar səhər-səhər gələrdilər, bizi də gətirərdilər uşaq vaxtı. Gələrdi, buranı ziyarət eləyərdi, gedərdi, mənim anam su da gətirərdi, ev işiyə səpərdi. Deyərdim belə, bu nə məna verir? Deyərdi ki, ruzi bərəkətdir, çörəkdir, can salamatlığıdır. Xəta bala ev işimizdən kənar olsun. Gələn günlərimiz xeyir olsun, canımız salamat olsun. Aços köta gelsene, gelip salam versene, temteni doldursana, kosanı yola salsana. Uyruğu, sakkalı it kuyruğu, kosan bir oyun eyler. Kuzunu koyun eyle, yığar bayram komçası, keçelin toyun eyle. Novruzu baharı, ay baharı, güller nübari, ay nübari. Bahçamızda gül olsun, bülbül olsun. Ya olmasın, bal olsun, buradakiler sağ olsun. Novruz bayramı mübarək var. Gərmətik qəsəbəsi Nurulayev Məzayev. Bu da
Bak çarşamba səhərsi Lənkəranda su üstə gəldik. Alıqların nə üçün gəldik? Bizim adət ənənəmizdir. Biz hər illəri gəlirik, çay qırağına su götürürük, aparırıq evimizə, eşiyimizə səpirik, rüzgülü, bərəkətli alınır, torpaq uyanır. Biz də sevinə-sevinə gəlib su götürürük, gelirik hər il evimizə, ocağımıza səpirik, sağlıqla, salamatlıqla. İlimiz uğurlu olsun, gözəl olsun. Təbrik edirəm bütün xalqımızı. Gələn günlərimiz xeyirli, uğurlu olsun inşallah. Bizi TikTok'ta və YouTube'da izləyən hər kəsin Novruz bayramı mübarək olsun. Gələn günlər xeyirli olsun. Çərşənbəniz mübarək.